sıralar hər kəs məktəbdə dərslərinin çətinliklərindən, ev tapşırıqlarının çoxluğundan şikayət edir. 4-cü sinifdə bir uşaq olur, birdə bir. Qətiyyən qavramır uşaq. Mən anayam, mənim başım çıxmır oradan ayağa. Çatdıra bilmirəm. Əvvəl məktəbə gedirdi, hamısını məktəbdə ödədirdilər. İndi məcbur qalır uşaqlar müəllim yanına getsin. Кто только придумал эту школу? Каждый день одно и то же. Уроки, перемены, домашнее задание. Зачем она вообще нужна? Почему учителя постоянно что-то пытаются мне объяснить? Как же я устала от всего этого. Uşaqların dərs yükündə heç bir başqa fəaliyyətlərlə məşğul olmağa vaxt qalmır. Nə həyətdə qaşıqları ilə oynamağa, nə qonaq getməyə, nə də ailə ilə vaxt keçirməyə imkan tapmırlar. Çocuklar zaten en az 6 saat okulda yaşıyor. Evde ailecek geçireceği zaman dilimi de aşağı yukarı 3-4 saat. Bunun 1 saati de yemek seremonisiyle geçince geriye 2-3 saat kalıyor. Bu zaman dilimi çocuk için ailesiyle bütünleşme saati olacağı yerde anne babanın çocuklarını tersledikleri, azarladıkları, sen hala ödevini yapmadın mı bakayım şeklindeki hesap sorucu bıkkınlık saatine dönüşüyor. Cümlənin baş sözləri olur, müftədası. Cümlənin müftədası həmişə cümlənin əvvəlində gəlir. Kimlə harasıqalarına cavab verir. Cümlənin xəbəri gəlir cümlənin həmişə sonunda. Cümlənin sonunda gələndə xəbər deməli nə edir. Bugün sizə ev tapşırıqlarımı yerinə getirməyə məni həvəsləndirən ikinci evimin müəllimlərindən biri olan Fərdə müəlliməmdən danışacağım. Fərdə müəlliməm şagirdlərinə çox qısa zamanda bütün dərslərini yerinə yetirməyə yardım edir. К 4 прибавить 2, по слогам читать слова. Учит в школе, учит в школе, учит в школе. Onunla biz 1 saat 30 dəqiqəyə bütün dərslərimizi bitiririk. İnanmaq mümkün deyil, amma bu elədir. Məktəbdə də qiymətlərim düzəlib. Oynamağa, qonaq getməyə, idmana, istirahət etməyə çox vaxtımız qalır. Но ходить восток и юг, рисовать квадрат и круг. Учит в школе, учит в школе. Müəlliməmi çox sevirəm və evdə olanda belə onun üçün darıxıram. Учит в школе, учит в школе, учит в школе. Равиль, что хочешь рассказать о временах года? Kövsət qursu çalışqanlığıma görə məni mükafatlandırdı. Mükafatı isə Fərdi müəllimənin mənə rus dili öyrətməyidir. Я девочка, меня зовут Рапия, моя фамилия Махарамли, мне 8 лет, я учусь в 3 классе. Fərdi müəllimənin məndən başqa da şagirdləri var. Onlar da Fərdi müəlliməni çox sevirlər. Mənim ikinci evim haqqında sizə hələ deyəcəklərim çoxdur. Odur ki, abunə olun ki, bizi izləyə biləsiniz. Тетрадки, уроки, друзья, а в классах еще не знакомы.